Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Cənubi Qafqaz regionuna çıxışdı. Bu fikirlər Dövlət İdarəçilik Akademiyası və Mərkəzi Asiya Araşdırmaları üzrə Beynəlxalq İnstitut arasında keçirilən tədbirdə səsləndirilib. Bildirilib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər son dövrdə daha da inkişaf edib. Dinamika xüsusilə də ticari-iqtisadi əlaqələrdə özünü göstərir. Tədbir çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb. Yeni bir səviyyəyə qalxıb bu əməkdaşlıq və bu əməkdaşlıq hazırda təhsili və analitik elmi işləri də əhatə edir. Müqavilə əsasında biz qarşılıqlı kadr hazırlığın məsələsində tədqiqatların aparılması, analitik işlərin olmalı. Bu maraq Azərbaycana xüsusilə maraq ilə əlaqədardır ki, Azərbaycan beynəlxalq statistik göstəricilərinə görə çox uğurla inkişaf edir. Определенным мостом, соединяющим Центральную Азию и страны Европейского Союза. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətli rol oynayır. Mərkəzi Asiya dövlətləri Azərbaycan vasitəsilə Avropaya çıxış əldə edir. Bu baxımdan rəsmi Bakı Mərkəzi Asiya üçün həm də önəmli körpü rolunu oynayır.